Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramının tədbirlər planı çərçivəsində bərpa və yenidən qurma işləri ardıcıl şəkildə davam edir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri addımlar atır. İnfrastruktur tam şəkildə yenidən qurulur. Bu barədə Yeni Sabaha olaraq qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, Xankəndi şəhərində də orada daimi qeydiyyatda olan keçmiş məcburi köçkünlərin geri qayıtması istiqamətində işlər görülür. Dövlət Komitəsinin sədri tərəfindən komitənin inzibati binasında və bölgələrdə Xankəndi və Kərkicahan sakinləri ilə bir neçə görüş keçirilib. Onların böyük qayıdışla bağlı sualları cavablandırılıb, müvafiq izahlar verilib. Dövlət Komitəsinin məşğulluq sektoru və aidiyyatı dövlət qurumları tərəfindən məşğulluqla bağlı layihələr icra olunur, sakinlər təlimlərə cəlb edilir və peşə bacarıqlarına uyğun avadanlıqla təmin edilirlər. İşğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükənin aradan qaldırılması məqsədi ilə təmizləmə işləri aparılır. Eyni vaxtda əhali üçün maarifləndirmə tədbirləri keçirilib. Bir neçə gün əvvəl bu istiqamətdə növbəti tədbir Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçürüləcək ailələr üçün təşkil olunub. Dövlət Komitəsində keçirilən görüşdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri barədə məlumat verilib. Mina təhlükəsinə dair videoçarxlar nümayiş etdirilib. Köç prosesi bərpa quruculuq qrafikinə uyğun şəkildə həyata keçirilir, deyə məlumatda bildirilib. Əlavə edək ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə köçürülməsi zamanı ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan ailələrin mərhələli qayıdışı təmin edilir. Yaşayış sahələri keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz həyatını təmin etmək üçün bütün sosial texniki infrastrukturla təchiz edilib.